Dostlar salam, hər vaxtınız xeyir olsun. Zərflər əvvəlcə qısa şəkildə izah verəcəm, ümumi başa düşək, sonra da geniş şəkildə. Deməli, ingiliscində zərflər. Zərf normalda nəyi təyin edir? Feili. Yəni sizə düşən testlərdə feili təyin eləyəcək, söhbət bağlanır. Okay? Hə, feildən əlavə bəlkə hansısa sifət bəlkə və yaxud feili sifət də olar, o dərinliyə girəcəm. Amma test olaraq imtahanda düşsə, feil və salam. Zərflərin əksəriyyəti sifətlərə ly şəkilçisi əlavə etməklə düzəlir. Və düzələn zərflərin də əksəriyyəti tərzi hərəkət zərfi sayılır. Testlərin izahında da görəcəksiniz. Bu yox. Burada səhv gedir. Burada do olmalı idi. O barədə geniş materialda izah verəcəm. Slowly, yavaş, quickly, cəld və s. və ilə axır. Amma elə sözlər var ki, fikir verin, ly şəkilçisi ilə bitir, amma bunlar zərf deyil, sifətdir. Bu barədə danışacaq. Bəs bunların zərf forması necə düzəlir? Bu barədə danışacaq. Deməli, qısacası zərf nəyi təyin eləyir? Feili və əksər sifətdən sonra ly şəkilçisi əlavə etməklə biz zərf düzəldirik. Düzəltdiyimiz zərfdə tərzi hərəkət zərfi sayılır. İki cümlə. Zərfin də 3 dərəcəsi var. Eyni ilə sifətdə olduğu kimi adi müqayisə üstünlük. Adi dərəcədə heç bir şəkilçi və yaxud sözdən istifadə eləmirik. As, so as, how, so, to, very və enough gördüyümüz zaman biz adi dərəcə seçirik. Bir hecalı zərflərin müqayisəsi ilə, 2 və çox hecalı zərflərin müqayisəsi more ilə düzəlir. Şəkilçisi more isə sözdür, zərfin qabağında işlədilir. Eyni ilə sifətdə olduğu kimi. 2 şəxs və yaxud əşyanı müqayisə edərkən zən sözündən istifadə edirik. Yəni, zən görəndə biz nə axtaracaq? Müqayisə dərəcəsi. Much və a little'dan sonra da adi yox, üstünlük yox, müqayisə dərəcəsi verəcək. Söhbət sizə düşən imtahan suallarından gedir. Elə more'u yaraşı vermirsiniz. Eyni ilə sifətin təkrarı. Bir dənə fərq o ki, bu feili təyin edir. Və salam. Üstünlük dərəcəsi bir hecalar est, yəni est. 2 və çox hecalar most ilə düzəlir. Və burada sifətin üstünlük dərəcəsində olduğu kimi zərfin üstünlük dərəcəsində the article işlənmir. Və salam. Est, most yanaşı olmaz. Eyni ilə sifətdə olduğu kimi bu gördüyünüz sözlər filan yerdə, filan yerin, hamıdan demək. İndiyə qədər, yəni bu tipli sözləri görəndə biz nə axtaracaq? Üstünlük dərəcəsi. Və salam. Qısa özət buydu. İndi dərsin geniş izahına keçək. Deməli, gözəl insanlar. Baxın. Burada adjectives, yəni əslində adverbs olmalıydı. Mövzumuz nədir? Adverbs, yəni zərflər. Nə yazmış? Zərf əsasən feili təyin edir. Okay. Bəzən sifəti və feili sifəti də təyin eləyər. Və zərflərin əksəriyyəti necə düzəlir? Sifətin sonuna ly. Bu o demək deyil, istədiyimiz sifətdə olur. Yox. Məsələn, big, bigly sözü yoxdur. Amma əksər sifətdən sonra ly düzəltməklə zərf ala bilirik. Və dediyimiz ki, bu aldığımız zərflər də nə sayılır? Normalda tərzi hərəkət zərfi. Ekranda da görürsünüz. Mən bir-bir bunları oxumayım. Sürətli ya da cəld şəkildə, yavaş, ehtiyatla, yavaş, xoşbəxt şəkildə, kədərli şəkildə, əsəbi şəkildə, asan şəkildə, asanlıqla, ciddi şəkildə, nəzakətli şəkildə ya da nəzakətlə. Yəni, Azərbaycan dilinə qarşılığı nədirsə, onda versiniz gedir. Cümlələr, belə deyil, nümunə olaraq yazmışıq. Cümlələrin mənasında yazmışıq. Yəni, oxuyan uşaq bu cümlələrdən nəsə bir söz öyrənər, mənasına baxar, cümlə qurmağı öyrənər, amma eləmək istəmirsiniz. Burada yazmışıq mübtada, görürsən ki, daha xəbər gəlir, sonra zərf. Deməli, ardıcıllıq söz sırası bu cür olmalıdır. Cümlə bu cür qurulur. Eyni ilə mübtada, xəbər, görürsünüz? Mübtada, xəbər, tamamlıq, zərfli. Deməli, tamamlıq istifadə eləsən,
Tamlıq xəbərdən sonra gəlib, sonra zərfliyi versən. Yəni, söz sırası gözün qabağındadır. Baxıb bir analiz eləyərsən, baxıb bir müqayisə eləyərsən, sən də cümlə qurmaq öyrənərsən. Amma çox tənbəlsiz, elə deyirlər, hər şey müəllimdir. Gözümün qabağında hər şey var. Okey. Dedik ki, nədir? Zərf nəyi təyin eləyir? Zərf nəyi təyin eləyir? Feili təyin eləyir. İndi məsələn, burada göstərib ki, məsələn, good, tired, difficult, beautiful, expensive. Bunların hamısı sifət. Tamam mı? Amma yuxarıda göstərib ki, answer, cavab verdi. Necə? Nəzakətlə, ya da nəzakətli şəkildə. Burada feili təyin elədi. Yəni, politely zərfdir. Answer, cavab vermək. Bu feilimizi təyin elədi. Əslində, very, extremely, quite, really, to. Bunlar da zərfdir. Görsən, özündən sonra gələn nəyi? Sifəti təyin eləyir. Yəni, demək istədiyimiz o ki, sifəti də təyin eləyə bilir. Bunlar da fiili sifətdir. Fiili sifəti də təyin eləyə bilir. Pis şəkildə zədələnmiş, yüksək hörmətli, yəni çox hörmətli, böyük şəkildə heyran olunan, yəni, necə deyim, heyranlıq duyulan bir adam, sürətlə böyüyən, yavaş hərəkət eləyən, ucadan çığıran, ağlayan ya da qışqıran, şiddətli yağan, yağışa aiddir təbii ki. Demək istəyir ki, bu da feili sifətdir, bu da. Bu daha çox mış kimi, bu isə ən yan kimi tərcümə olunur. Hər halda feili də, sifəti də, feili sifəti təyin eləyir. Bura qədər aydındır. Amma sizə imtihana düşsə, əsasən feil. Bəzi feillər var ki, bunlar biz zərflə yox, sifətlə təyin edirik. To be və onun formaları. Look, görünmək mənasında. Sim, görünmək mənasında. Görmək yox. Taste, dad vermək mənasında. Dadmaq yox. Smell, iyilənmək, qoxu gəlmək mənasında. İyiləmək yox. Become, olmaq, çevrilmək mənasında. Feel, hiss etmək mənasında. Stay, qalmaq mənasında. Sound, səslənmək mənasında. Appear, görünmək, ortaya çıxmaq mənasında. Görünmək. Get, olmaq, çevrilmək. Grow, olmaq, çevrilmək. Turn, olmaq, çevrilmək mənasında nədir? Sifətlə təyin olunurlar, zərflə yox. Soup, dadlıdır. Gül, qəşəng iyi gəlir. Yəni, güldən qəşəng iyi gəlir. Sən qəşəng görünürsən. Mike çalışqandır. Jane, özünü necə hiss edir? Kədərli, yəni kədərli idi. O, inamlı, güvənli görünür. O, məşhur oldu. O, əsəbiləşdi, yəni əsəbi oldu. Hava qaraldı. Səma qırmızı rəngə çevrildi. Belə bir şey. Həqiqətən də bunlarla bağlı suallar topluda var. Və bu feilləri əzbərləyək ki, bilək ki, bunlar zərflə yox, sifətlə təyin olunur. Eləcə də, bayaq qeyd eləmişdik, yenə də deyək. Bu sözlərin el, y şəkilçisi var, amma bunlar nədir? Zərf deyil, sifətdir. Mehriban şəkildə, sevimli, gözəl, daha doğrusu mehriban şəkildə yox, mehriban, dost canlı. Mümkün, ehtimal olunan, bu da onun əksi. Bahalı, böyük yaşlı, canlı enerji ya da enerjik, kişi, cəsur. Qorxaq, tənha, yalqız, negativ söz. Axmaq, səfih, vəziyyət də olsa gülünc. Çirkin, müqəddəs. Nə olsun ki, elvaylar var. Amma bunlar sifətdir. Lovely day, friendly teacher, mehriban müəllim. Yəni, sən bunlarla feili təyin eləsən, birbaşa səhvdir. Və müəllim, bunların zərf forması necə düzəlir? İstənilən sifətdə bunu eləyə bilərik. In, həmin sifət, way. In, başqa bir sifət, manner, kombinasiyasına istifadə edirik. In a friendly way, in a friendly manner. In a polite way, in a polite manner. In an easy way, in an easy manner. Fərq eləmir. Yəni, başqa sifətlər də olar. Sadəcə bu sifətlərin illa da zərfi bu şəkildə. In, sifətimiz way ya da mannerdən istifadə edəcəyiz.
Bax, bunu demək istədik. Make-dən sonra tamamlıq gəlsə, kimi isə ya da nəyi isə etmək. Necə etmək? Burada zərf yox, sifət verəcək. Məsələn, make Əli happy. Əlini happy etmək. Make the exam easier. İmtahanı asan etmək, yəni asanlaşdırmaq. Make the questions difficult. Sualları çətin etmək, yəni çətinləşdirmək. Make tamamlıq, yəni obyekt. Üstə gələk nə? Sifət, zərf yox. Amma make-in yerinə istənilən hala do və onun formalarını versəz, ki, mənası etmək deməkdir. Bir iş görmə, etmək anlamında. I did my job. Mən işimi etdim, yəni gördüm. Bəli, onda zərf yaza bilərik, problem deyil. Bəzi sözlərimiz də var ki, arqa edişlər. Bunlar olduğu vəziyyətdə, işləndiyi kontekstdən asılı olaraq sifət də ola bilər, zərfdir. Yəni, bu zərf hələ ki, müqayisə falan onları bildiniz. Hələ ki, söz bazası, leksik anlamda biz bu dərsi hal-hazırda öyrənirik. A fast car, sürətli maşın. A hard question, çətin sual. An early train, erkən gələn qatar, belə deyək. A late bus, gecikmiş avtobus və s. Amma burada yazıb, he runs fast, sürətlə qaçır, tez qaçır. He works hard, çox çalışır. He arrived early, tez gəldi. She came late, gec gəldi. Solda görürsünüz, ismi təyin eləyir. Sifətdir. Sağdakı cümlələrdə feili təyin eləyir. Zərfdir. Burada qəti şəkildə fast və long ümumiyyətlə ingilis dilində də ly şəkisi qəbul eləməz ki, testlərin birində görəcəksiniz. Mümkün deyil. Bir də belə bir söz də var. Hardly. Hardly. Lately. Nearly, hardly, lately, nearly. Hardly demək olar ki, yox deməkdir. Cümləni qrammatik inkar eləyir. Çətinliklə, güclə, mənası yoxdur, qardaş. Lately son zamanlar, axır zamanlar deməkdir. Zaman zərfidir. Nearly də az qala təxminən deməkdir. Bu üçü də müqayisə, üstünlük dərəcələrində işlənmir. Qabaqlarında very, merry, enough to, belə şeylər işlənmir. Yaxşı, qəti şəkildə. İşlənmir də, qardaş. Və istifadə elədiyimiz zaman fikir verin. Hard, hard. Zərfdirsə, hard. Həmişə feildən sonra işlənir. I work hard, mən çox işləyirəm. I study hard, mən çox çalışıram. I study hard, çox çalışıram. Görsən, feildən sonra düşür. Amma hardly isə həmişə feildən əvvəl ol. I hardly study. Mən çalışmıram. Yerinə, yurduna fikir verin. Bunu baxıb, yəni bir yerinə, gəlmə yerinə baxıb da testdə işləmək olur. Bir də deyirəm, feildən sonra 3 nöqtə varsa hard seçin. Feildən əvvəl 3 nöqtə varsa hardly. Hardly, lately, nearly, müqayisə üstünlük dərəcələrində very, so, to, enough bunlarla eləmir? İşlənmir. Highly olanda da highly. Bu başqa sözdür. High fiziki şəkildə hündür. Sifət ya da zərf ol, fərq olur. Highly isə mənəvi ya da məcazi anlamda yüksək, çox deməkdir. Məsələn, highly respected, çox hörmətli. Highly paid, özə fikir verirsiniz, nəyə qoşulur? Feili sifət 2-yə. Highly paid olsaydı, yüksək ödənişli, maaşlı ya da. Okay? Və s. və ilaxır. Belə, bu sözlərin hamısını öyrənək. A close friend, yaxın dost. Stand close to me, mənə yaxın dayan. A short break, qısa fasilə. The speech ended short, qısa kəsdi. A long road, uzun yol. He waited long, uzun, yəni uzun müddət gözlədi. A far train, olsun, a far country, uzaq ölkə. He ran far, o uzağa qaçdı. Hə, mən suallarda görmədim, amma yer gəlmişkən deyim, imtahana düşməz. Farın müqayisəsi father ya da further olur.
üstünlüyü farthest ya da furthest olur. Uzaq mənasında da bir də further, furthest sonraki mənası da var bu. Farla olanlar hamısı uzaq, further, furthest bu da sonraki anlamında nədir? İşlənə bilir. Belə, bura qədər hələ ki söz bazası. Biz indi artıq dərəcələrə girik. Yəni, adi müqayisə üstünlük. Adi dərəcədə heç bir şəkil və sözün istifadə eləmişsiniz. Sadəcə gördüyünüz, bax bu. Enough, so, very, too, quite, rather, how, really, as, so as. Bunları görsəz biz müqayisə yox, üstünlük yox, adi dərəcə istifadə edir. Yəni, yox, more yox, as yox, most yox, better yox, worse yox, best yox, worst yox. Sadəcə sifəti də, zərfi də adi formada seçirik. So as da inkarda işlənir. Bu qədər net. Sifət, zərf, feil enough'dan əvvəl gəlir. Qalanlarında söz sırat göz olduğu kimi özündən sonra. As-də də, so as-də də ortaya düşür. Huron qaçdı kifayət qədər bərk. Çox gözəl oxuyur. Çox aydın danışır. Və sair və ilaxır. Əzəz və so əzdən sonra həmişə tamamlıq verin. Yəni kimin kimi, nə kimi, mən gözlədiyim kimi, əli kimi, vəli kimi mütləq şəkildə tamamlıq olmalıdır. Bunu biz sifətdə də demişdik. Müqayisə dərəcəsi. Bir hecalar erlə, iki və çox hecalar morla düzəlir. Faster, slower, higher, closer, later. More beautifully, more importantly, more interestingly. İki əşya və ya şəxsi bir-birlə müqayisə eləyəndə than, bizimkilər Azərbaycan dilində dandəm, ingilislər than sözündən istifadə edir. Takşda than görəndə biz müqayisə dərəcəsi seçirik. Yəni ya da more. Müqayisə dərəcəsinin qabağında a little və much verə bilərik. Bunu sifətdə də demişdik. A little faster, much more interesting, much more easily. Deməli, much və a little'dan sonra adi və üstün dərəcəsi verməyin. Than ilə adi üstünlük dərəcə verməyin. A ilə more, most, better'dan sifət, more'la better verməyin. Better özü sifətdir, good'un ya da well'ın sifətidir ya da belədir, zərfidir. Yəni, mala qatmayaq. Worse, sifət ya da zərflə işlətməyək, çünki özü zaten bad deməkdir, badly deməkdir. İki müqayisəni eyni anda verməyin. Hardly, eləcə də dedik ki, nearly, sonra var idi yenə, highly, bunların müqayisə və üstünlükdə verməyək. Fastly, longly, belə sözlər yoxdur. Üstün dərəcəsi, bir hecalar est, iki və çox hecalar most ilə düzəlir. Və deyək ki, burada üstün dərəcəsində the article yoxdur. Fastest, slowest, highest, closest, ən yaxın, ən mənaları var ki, burada çap səhvi gedib. Əndir bunlar. Okay. Material atanda zaten görəcəksiniz. Most beautifully, ən gözəl şəkildə. Most importantly, ən vacib şəkildə. Most interestingly, ən maraqlı şəkildə. Yəni, bilmirsinizsə, elvaya bir dənə əvəzləmək üçün, mənaca, tərcümədə, şəkildə sözün deyin, söhbət bağlandı. Və bu gördüyünüz sözlər, filan yerdə ki, bunlar dadə deməkdir, bu içində bu hamıdan, indiyənə qədər, hətta one of plus, yəni bunlardan biri olanda, üstün dərəcəsi verə bilərik. One of the most famous writers in Azerbaijan. Azərbaycanda ən məşhur yazıçılardan biri. Və sair və ilaxır. Example'larda da görmüş olursunuz. Yəni, est, most ya da best ilə sifət ya da zərf, worst ilə sifət ya da zərf verməyin. Çünki bunlar zaten özləri sifət ya da nədir? Zərf deyilər. Yaxşı. Most, best, most, worst, more, as, most olmasın yanaş. Good kökdən sifət olanda better, da best olur üstünlük. Zərf kimi well, better, best. Sifət kimi bad, worse, the worst. Zərf kimi badly, worse, worst. Muchdan many, more, most, little, less, least.
Quantifier'da da keçmişdiniz. Few, fewer, fewest. Ki bunu mən dərsdə soruşacağam. Şöyle oxuyursunuz, yoxsa yox. Belə, qeyri-adi bir şey yoxdur. Təzdən full təkrar eləyin, oxuyun. Tək hecaların müqayisəsi er, 2 və çox hecalar more. Tək hecaların üstünlüyü est, 2 və çox hecalar most. Zərfin üstündə d artikli olmur. Zən görəndə er more. In, on, at, among və s. görəndə üstünlük dərəcəsi est, most. Much və little'dan sonra müqayisə. Be'nin formaları seem, look, appear, sound, grow, become, turn, taste, smell. Bu tipli linking verbs, yəni fiillər zərflə yox, sifətlə təyin edilir. Friendly, lovely, lonely, elderly və s. əzbərləməsiz. Bir sıra ly olan, yəni ly şəkilçisi olan sözlərimiz də zərf deyil, sifət. Vəssalam. Başqa heç nə yoxdur qeyri-adi burada. Belə, hələlik, sağ olun.